Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Respublika rəhbəri Ramazan Abdullatipovu Tabasaran rayonuna iş səfərində nazirlik və idarələrin rəhbərləri müşayiət edib. O səfər zamanı sosial obyektlərə baş çəkib, yerli fəallarla görüşüb. İlk əvvəl o, Darvaq kəndinə baş çəkib və burada Ulduz Uşaq Bağçasının açılış mərasimində iştirak edib. 110 nəfəri əhatə edəcək bu məktəbə qədər tədris müəssisəsinin inşasına ötən ilin sentyabr ayında başlanmışdı. Respublika rəhbəri Darvaq sakinlərini kənd üçün əlamətdar olan bu hadisə ilə təbrik edib. Sonra nümayəndə bir neçə il bundan əvvəl investor kimi Dərbənd Köpüklü Şərablar Zavodu tərəfindən salınmış üzümlüklərə baş çəkib. Cari ildə bu sahələrdən 2000 tonadək məhsul toplamaq planlaşdırılır. Bu işdən Respublika rəhbəri məmnun qalıb. Darvaqlılar Abdullatipova su kəmərinin çəkilməsi və yolların təmirində kömək göstərmək xahişi ilə müraciət edib. Hər dəfə güclü yağışdan sonra yolları sel aparır və üzümlüklərə getmək belə qeyri-mümkün olur. Respublika rəhbəri bu problemlərin həllini xüsusi nəzarət altına almağı tapşırıb. Rayona səfəri çərçivəsində yerli tarixi abidə 7 qardaş və 1 bacı qalasına baş çəkilib. Bu qala Rubas çayı sahilində yüksək qayada yerləşir və Tabasaran kəndlərinə gedən yolları buradan izləmək mümkündür. Burada istehkam barədə mövcud əfsanələrdən birini Respublika rəhbərinə nəql etdilər. Görünür, Respublika rəhbəri özü də bu diyarın tarixinə, tarixi abidələri ilə bağlı əfsanələrinə yaxşı bələddir. Növbəti səfər nöqtəsi mərkəzi xəstəxana və poliklinika oldu. Respublika rəhbəri tibb müəssisəsinə təcili tibbi yardım maşınları üçün 2 komplekt avadanlıq hədiyyə edib. Söhbət əsnasında həkimlər Respublika rəhbərindən uşaq poliklinikasının inşasına yardım göstərməsini xahiş edib. Respublika rəhbəri gələn ilin büdcəsinə obyektin tamamlanması üçün vəsait nəzərdə tutulması barədə göstəriş verib. Rayon müdiriyyəti binasında yerli fəallarla görüş gedişində Ramazan Abdullatipov səfər gedişində gördükləri barədə xoş təəssüratları ilə bölüşdü. Bununla belə tibbi xidmət və məktəblərdə təhsil səviyyəsinin təkmilləşdirilməsinə ehtiyac duyulduğunu da qeyd etdi. Bugün təhsil sahəsində mövcud korrupsiya ucbatından gənclər iş tapa bilmir və onlar asan yol axtararaq cinayətkarlığa üz tutur. Sonra tədbir gedişində rayonun sosial-iqtisadi problemləri müzakirə olundu, eləcə də son yarım il gedişində əldə olunmuş göstəricilər nəzərdən keçirildi. Vəziyyət qənaətbəxşdir. Görüşün yekunları üzrə Dağıstan hökuməti, yerli müdiriyyət və rayon ictimaiyyəti arasında qarşılıqlı və məhsuldar əməkdaşlıq üzrə razılıq imzalanıb. Milli Siyasət Nazirliyində Dağıstan miqyasında Ukrayna ssenarisinə yol verilməməsi üzrə tədbirlər və münaqişənin səbəbləri müzakirə olunub. İctimai təşkilatların nümayəndələri, eləcə də gənclərlə iş aparan icra hakimiyyət orqanlarının məmurları bu əlaqədə mülahizələr yürütmüşlər. Əsas məqsəd Ukraynada böhran nəticələrinin əhaliyə çatdırılmasından ibarət olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kiçik gəmilər üzrə dövlət müfəttişliyi ilə birgə kütləvi istirahət yerlərində birgə reyd keçirib. Onlar Ukraynadan məcburi köçkünlərin yerləşdirildiyi Delfin sanatoriyasına da baş çəkmişlər. Bu ərazidə çimərlikdə tələb olunan bütün normalara riayət olunur. Təəssüflə qeyd olunmalıdır ki, bütün sahil boyu bazalarda vəziyyət bu cür deyil. Dağıstana Sergey Radonejskinin ikonası gətirilib. Pravoslav övliyasının surəti bir neçə saat Kizlər kilsəsində saxlanıb. Təhlükəsizliyin təmini üçün şəhər daxili işlər şöbəsinin əməkdaşları cəlb edilmişdi. Bu dini tədbir Rus kilsəsinin müqəddəs monahı, Moskva ətrafında Troysk monastırının banisi, hələ sağ ikən xristiyan aləmində əməksevərlik, mərhəmət və sədaqət nümunəsi kimi şöhrət tapmış Sergey Radonejskinin anadan olmasının 700 illiyinə həsr olunur. Dağıstanın Elm Təhsil və Gənclər Siyasəti Naziri Şahbaz Şahov Respublika miqyasında mövcud internat məktəblərinin işi ilə maraqlanıb. Bunun üçün o, internat məktəblərinin fəaliyyət göstərdiyi ərazilərə səfərdə olub. Bu sıradan olan məktəblərdə bir çox problemlər qalaqlanıb. Binalar köhnədir, su təchizatı problemi mövcuddur, avadanlıq yararsız hala düşüb, təhlükəsizlik texnikasına riayət olunmur, interaktiv lövhələr yoxdur, kompüterlər işləmir və s.
Şahbaz Şahov yoxlamaların yekunları üzrə Respublikanın bütün internat məktəblərində vəziyyətin tam təhlil edilməsi barədə göstəriş verib. Dağıstan Enerji Qoyucu şirkəti öz əməkdaşları üçün 2 həftəlik tədris seminarları keçirib. Burada tələbatçılara xidmət səviyyəsini yüksəltmək üçün işçilərin təcrübə qazanmaları əsas məqsəd kimi qarşıya qoyulub. Müəssisənin mütəxəssisləri qeyd edir ki, necə ki müəssisəni, eləcə də hər bir işçini daim təkmilləşdirmə yolu ilə şirkətin irəli sürdüyü tələb və tapşırıqları tətbiq etmək mümkündür. Hökumət sədrinin müavini Şarip Şaripov Xasayurt rayonunun təsərrüfatlarına baş çəkib. Bu ərazidə qiymətli buğda növləri yetişdirilir. Cari ildə hər hektardan 400 kiloqram taxıl əldə olunub. Yerli kənd əməkçiləri üzümlüklər salır, qarğıdalı yetişdirməklə məşğul olur. Bu məhsul 250 hektar sahədə becərilir. Şaripov yerli fermerlərdən birinin təsərrüfatına da baş çəkib. Burada istixanalarda pomidor yetişdirilir və bu prosesə qış aylarında belə fasilə verilmir. Qeyd edək ki, Respublika miqyasında 65 min ton payızlıq taxıl toplanıb. Bu barədə məlumatı Respublikanın Kənd Təsərrüfatı Nazirliyi səsləndirib. Ümumiyyətlə isə cari ildə 130 min tonadək taxıl əldə olunacağı ehtimal olunur. Mütəxəssislərin fikrincə, bu əlbəttə ki, ilk növbədə hava şəraitindən asılı olacaq. Rayonlara gəldikdə isə hazırda Xasayurt rayonu öndə gedir. Siz xəbərlər buraxılışını dinlədiniz.